Veteranı istefada olan polis polkovnik leytenant Osman Bəliyev. Yeni Marakeşin icması adından gəlmişəm mən bu gün bura. Fransız türkçü qardaşımız Sahib bəylə. TikTok'ta da bilirsiniz ki, Sahib bəy də çox aktivdir və neçə illərdir ki, ömrü günün bu Turana türkçülüyün təbliğini həsr edir. Bu günləri türkçülük bayramıdır. Bu bayram münasibəti ilə hər birinizi təbrik edirik. Bütün türk xalqlarının nümayəndəsi, bütün türk xalqları ilə bircə yaşayan digər xalqları, qardaşlarımızı, bacılarımızı hər birini təbrik edirik. Və bu bayram münasibəti ilə də öncə düşündük ki, ilk öncə 1918-ci ildə Azərbaycana qarşı erməni-rus birləşmələrinin törətdikləri qırğının qarşısını almaq məqsədi ilə Osmanlı Türkiyəsindən Azərbaycana gələrək burada xalqımızı xilas edən əsgərlərimizin, Türk əsgərləri deyirlər, mən də Türkiyəmdə, amma bunlar Türkiyəli əsgərlərimiz, Türk əsgərlərimiz xatirəsinə ucaldılmış abidəni ziyarət eləyək və bayramımızı buradan qeyd eləməyə davam eləyək. Sahib bəy Turançı qardaşımız da yaxınlıqdadır. Xahiş eləyərdik bu bayram münasibəti ilə də bir neçə kəlmə ondan dinləyək. Salam, hər vaxtınız xeyir olsun. Bayramınız mübarək olsun. Bugün Turan Türk Dövlətlər Birliyinin inkişaf dövrünü yaşayır Türk xalqı. Yəni Türk xalqı birləşməyə doğru gedir. Belə bir deyim var ki, kitabələrdə də var bu. Kökünə qayıdanda daha da güclü olur. Bugün Türk millətinin kökünə qayıtması prosesi artıq başlayır. İnşallah Turan Türk Dövlətlər Birliyi timsalında Türk dünyası birləşəcək və dünyada yeni güc mərkəzinə çevriləcək. Yaşasın Türk dünyası. Allah bütün şəhidlərimizə, bütün Türk dünyasının torpağı uğrunda qanın canın qurban verən şəhidlərimizə Allah bir rəhmət eləsin. Bayramımız mübarək olsun. Buradan digər internet telekanallarına da sözüm 28 apreldə bizə o dövlətimizə qarşı olan təcavüz barəsində 1920-ci il barəsində çox soyuq münasibət oldu və bugünkü günlə də əlaqədar, bugünkü günlə də, bayramla da əlaqədar zəif münasibət gedir, təbliğat gedir. Xahiş eləyərdik bu təbliğat sahəsində öz aktivliyini göstərsinlər.